Atan vatını yiyirsin, hada gezənirsin. Heç nə qapıya düşürür. Qardaş yolumuz yoxdur, siz bir də Harada qanşar da ora Vurmağa çalışırlar, yoxsa belə atırlar sadəcə. adamlar tutulurlar. Kesin də bir işçimizi vurdular. Kimsə köçürdü, biz özləri getdik. Özləri qorxusundan. Uşaqdır, balaca uşağı nə qandırmaq olur? Qorxusundan köçüb gedir. Özləri köçürsə şərait yaradırlar icradan falan. Heç bir yerdən şərait yarımı özümüz qorxumuzdan göndərərək ki, burada qalıb falanda şu an belə yəni narahat eləmək. 80 yaşında, 90 yaşında qoca qarı burada qalmanın nəticəyi. Amma belə Balaca özümüz uşaq. olsaq da burada olasınız. Buraya qof gələn eləyir. Elə şey nə qırıyır bizi burada? Nəyə görə qırıyır? Xocalın gündən mi salacaq? Şəkil çəkilinə ayıracaqsınız. Suya əlaqəsinə də bu vəziyyətin qalanda da bu suyumuzu da Hə. sizə qurban olsun. Ha, suyu da çəkək o da. Qırılayarıq sudumuzda. Qoy hamısı geçsin orada tanışsın ki biz elə sattılar. Bax bizim qıransı sattılar. Nə satırdılar? 6 faizdən yerdə toçkası var. Su buraxılaşan yer 3 yer. 1. İkisidən ardadır. 3 yerdən də suyumuz Bu axır. qədər ekmek, bu başına. Bu qədər əhaliyə O başına bütün ağarsın görüb su. görəcəyimiz oldu. Hə, Yeri sağ gələndə bax o erməninin axar suyundan da qaynadıb içirik. Ben ağarım. Qulağımız bərbad halda, yaxşı baxmırlar. Hamısı da gəlir. Boşu müddətdir, verirlər buradan da qala qaydır. 100 dəfə müraciət eləmişik, bax buraya da gəlib. Hamısını da gəlsin takaz da elə bilər. Takaz eləyər bu oğul. Burada rayonlar gələn olanda atışma olmur. Elə ki buradan çıxıb gedəndən sonra başlayırlar. Bunda haqq hesab başa düşür. Kendi başına qaysın o da oradan oraya atır. Mətçəyə sana qurban olayım, dalımda barxana. Bax elə qurban olayım, ay bana, bax elə. Oğlumu alsam anam. 4 il yarım zatda kaldı. Adam çerçer Karabağ zonasına vuruştu. Ondan sonra da boş torpağa kurban gitti. Özüm iki defa yaralandım. Ermeni güllesinden. İndi de bu taraf bak. Elə bir ki kum gibi səpəlezler kapıya bak. Qapımıza töküldü. Hazret Abbas hakkında. Malqaramızı qırıyırdı qapıda. Heç şey, ne bir yana çıkabiliriz, ne edebiliriz. Küçüalim kəndində yaşayıram. Qazahriyonun Küçüalim kəndində. Post hardaysa 200 metrədir bax o da. O şişqənin bax o da başında. Para da burada. Para bax bütün o qaşlar erməni postudur. Dəhşət atırlar, Beyşədə atdılar, İndicədə. Priyama kəndə atırlar dədir. Birbaşa kəndə. Hə, Yəni çalışırlar ki, vursunlar da. bəli. Bir var hələ belə sadəcə atmaq üçün. Yox, o da bir dənə qonşunun qapıda bir inəyini vurdular. Gedib çəkə bilərsiniz. Hə, bax qonşunun. Bəs adam yaralayıb indi nə kimi sakinlərdən, yerli sakinlərdən, kənd sakinləri. Hələ bir günlük heç nə yoxdur. Ya bu vaxta qədərlər. Hə. Bu vaxta qədər yüzünü. Bu vaxta qədər çox yaralanır. Ölən dolu. Bu nə vaxtda intensivləşib? Yəni daha çox atmağa başlayıb. Neçə gündür? Hardaysa bir həftədir. Birdən-birə başladılar belə səbəbsiz yoxsa necə oldu? Yəni biz atışma modu sonra Yox, başladı. onlar başladı, qarışıqlı atışdılar da. Onlar başladı da. Hə. Siftə birinci onlar başladı. Ən son nə silahından atırlar? Ağır silah mı atırlar? Kalaşını mı atırlar? TŞK, nə bilim mən onların adını tanımıram vallahi. Əlbəttə ağır silahlardır. Zenit qaldı boyunla məsələ. Böyük. İndi evdə məsələn tankdan başqa var. Tankdan atmırlar. Ancaq Günlərin top özünü şeydə. evdə varmı? Evdə var. Gilis sizdə var. Çöldə var, örükdə. Elə çək ki, giriz görünsün. Görünür. Biraz kül götürsün, yaxşı götürün. İstəyirsən nərdivanı qoyma kişi, yaxşı. Ehtiyac yoxdur. Alfət. 762 ingilis. Bura intensivləşib ateş güclüdür. 10 gün müddətində dünən gəldilər, rayon icra hakimiyyətinin mavini gəldi, Tahir müəllim gəldi. Hər birinin mavini gəldi. Gəldilər, danışdılar, söhbət elədilər. Onlar da bizi kimi, onlar da deyir, müharibədir, dözmək lazımdır. Biz dözürük. Ancaq qaldı ki, qoca var, yaşlı var, bir də yataq xəstələri var. İndi qalmışıq belədir, nə bilim, hələ ki umudumuz özümüz. Yəni bir dənə həkim yoxdur ki, bir dənə bir güllə yarası dəyər. Yerli həkim var burada. Burada məntəqə var, orada tibb bacıları var. Ancaq qaldı ki, belə bir ağır yaralı sonra ilk yardım eləmək heç bir yoxdur. Bir nə bir skoru yoxdur ki, rayonun xəstəxanaya aparmağı. Xəstəxanamız var, tikilib. Tibb bacıları var. Ancaq qaldı ki, belə xəstəyə aparmağa maşınımız yoxdur. Ora aparmağa maşın yoxdur. Bəli, skorumuz yoxdur. Bir dejurlu maşın təyin olsun, həkim təyin olsun. Burada xatiyə Mənim yoldaşım bir ay canı iynə dərman alıb onu vura bilmirlər. Bu sestrolar vura bilmir, biz onu başarmırıq.
həkim yoxdur, qılavni həkim yoxdur, başı çıxardan həkim yoxdur. Tibb bazarları da burada var. Sestra deyir ki, mən damardan iynə vura bilmirəm. Yəni başqasının evində kirədə yaşayıram. Hani evin yanına mərmi düşür, ev çatlayır. Bax elə demə, yerə bunu bir çəkək, dərdiniz anı. Hazırda biz dağın evə gedirik. Ətrafımızda 2-3 erməni postu var. Allah senden sağ olsun. Doktorlardan senden sağ olsun. Cənablar, yaxşı düzəldirsən. Mən sizə çox minnətdarım. Kəndin adından, öz adımdan, bütün bu Küçərimin adından. Hoş gəlibsiniz. Bizi yada saldığınıza görə belə bir çətin vaxtda bizim rəhbərə buraya ateş kəsəncə olanda gəlirlər. Dünən atışmadan sonra gəlirlər. Bu heç kəndi adına salan da yoxdur. Bayaq bir misal çəkdiniz. Mən bayaq çəkdiyim misal onu dedim ki, Allah rəhmət eləsin Üzeyir bəyə. O çox gözəl əsər yazıb o məktubadı. Olmasın bu olsun. Elə bir bunun başçılığı da yaxşıdır. Sonra da Qoç Əskər məktubada dedi, yaxşı ki, evin yıxsın. Məktubada Qoç Əskərə dedi, evin yıxsın. Gətirən də baxmadım, gəlir çəkdim, dişidim. Mən o rəhbərlərdən arzu edirəm ki, vəzifəyə qoyduğuna baxsın ki, bu xalqı arxasınca aparmağa qədirdir. Köpək uşağımdan burada hamısını çıxartmışam, qonumun qapısını və burada qalmışam. Kənd Sovetimizdə deyirsən, tutub köpəyə salacaq kətdə dur. Adınız, soyadınız necə olur? Qarazayev Şahmurat. Şahmurat. Bəli. Sizdə? Cəfərov İsmət. Cəfərov İsmət. Cəfərov İsmət. Ailə tərkibiniz neçə nəfərdir? 5, 6. Sizdə? 4. Anasında. Bəs sizə nə deyirlər verməməkdə? Deyir düşmür. Deyir ki, işte bu da ailesini bıraksın, gelsin harada işlesin, ailesini koysun Ermeni kavanda, gelsin Qazaxda işlesin, gelsin. Gündelik marşrut gidip gelmiyor, bir deme marşrut gidip gelir. Kildi mən də kart almışam, sosyal yardım kartı, ancaq pul köçürmür. Bax, kildi sökülüm imkanım da yoxdur. Nə sosial verirlər, nə 5 dənə şifir verirlər, nə 5 material verirlər. Bax, bu da gözümüzün qalandadır. Buradan yağan sel də öydən içəri düşür. Sosyal yardım çağırsa müraciət eləmişsiniz mi siz? 100 dəfə müraciət eləmişəm, get gəl. Heç bir də köməkdarlıq eləmir, heç bir şey də yox. Bax, o da ön küncünə bax. Olsun, bax, bu vəziyyətdə yaşayıram. 21-ci əsrdə yaşadığım bax, evə bax. Bax, sıvağı yox, pataloku yox, bir şey yox. Heç bir materialından da köməkdarlıq eləməyiblər. Heç bir sosial yardımı da vermirlər, heç bir şeylə. Özümün öyümü təmiz dağıtdı, heç yoxdur, yaşayış yoxdur, atamın himayəsində yaşayırdım. Onun da bir tərəfini top düşür, bir tərəfi uçub, bir tərəfi elə bir tərəfi sığınarıb yaşayırıq, vəssalam. Ne danışırıq? Öz eviniz yoxdur bir dəqiqə. Evimiz yoxdur, gördün də. Çəksin, qolfuma qalsın. Qolfuma qalsın. Döküm məqamı. Hələ qardaş. Ayaqulu hələ bir. Aya, gel oraya otaldı. Ayaqsa otur bir. Sarı papa, buyurun. Çatırlar kəndə. Hazırda biz Küçərim kəndindəyik və bura erməni postlarından ateş açırlar. Sakinlər hərəsi bir tərəfdə gülərən gizlənməyə çalışır. Biz də həmçinin. Postdan arxadan 150 təpə var. Təpədən canlı yami çəkir. Sadəcə 5-dən 6-dan sonra kəndə divan tutur. Məzdəm kəndində Küçər. Bizim kəndinə Məzdəm kəndinə. Bizim orduya şübhəmiz yoxdur. Bizim ordu onlardan 5 dəfə də güclüdür. Sadəcə olaraq bu yerə hakimiyyət bu millətə bir gün almasın, değil mi? Onların, bak qardaş, onların kəndləri boşaldı. Boşaldı. 3 gündür boşaldı. Bizim ordumuz... 3 gündür. Hansı kəndlər? Bak, Kuşu kənd. Kuşu kənd. Barikadlar kənd. O Erməni asfarası. Ondan sonra Küçəbək. Ondan sonra Qılış kənd, Melik kənd, Qaradaş. Hamısı boşalır. Bizdən ki, hansı ki 3 kilometr, 4 kilometr, 15 kilometr uzaqda olan kəndlərin hamısı boşalır.
Uzaqdan baxırdıq. Onlar bizdə olan kəndlərdir. Ermənidə olan kəndlər, Erməninin qıran hissədən olan kəndlər 10 kilometr də uzaqdakı kəndlərin hamısı boşalıb. Hal-hazırda ki, polqon vəziyyətində məzəmlə narim qalır. Məzəm kəndinə icra hakimiyyəti köməkdarlıq eləmir. Yolumuz pis gündədir. Orduya şübhəmiz yoxdur. Yolumuz şəxsən icra hakimiyyətinin dünəm nümayəndəsi gəldi, həkim yoxdur kənddə. Dedik bir skoro göndər, bir həkim göndər. Onu göndərmir. Xəstə parsın. Onun icra hakimiyyətinə nə qədər ağsaqqallarınız gedin, müraciət edin qardaş, ona mümkün yoxdur. Kömək eləmir. Gün deyirlər, eləmir, deyirlər, yaxşı düzələcək, səri yox. Əgər o belə itdən nə əlqən qoynadıysa yol içində. Bizim kəndlər, döşəndə, ahali bizim kənddə yaşayır. Erməni kəndlərində yaşamır. Məcbur olur, bizim bayan məcbur olur ki, kəndə döşəndə, bizim bayan məcbur olur, onların kəndinə atır. Hə abi. Onların kəndindən bizim vayın, görək ki, ahali var. Vayın nafsiyələrin yoldaşları da bizim kəndlədir, ailələr də bizim kəndlədir. Yəni mümkün yoxdur qardaş. Kəsbəyəm. Gücümüz çoxdur, kömək yox. Kənd ahalisinin kənd ahalisi donub. Necə donub? Əliyanın kənd cəmaatı, erməni hər silahdan istifadə edir.